göy fonda dairə nişanı. Dairə nişanı 4.3 nömrəli nişandır və bizə bildirir ki, dairədə hərəkət edən nəqliyyat vasitələri üstünlüyə malikdir. Biz dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verərək dairəvi hərəkət təşkil olunmuş yol ərzuna daxil olacaq. Bir balaca sükanı sağa çevir. İndi bax, biz dairəyə daxil olub, dairədə bir neçə dövrə fırlanacaq. Bunun üçün də dairədə çox qaldığımız üçün dairəyə yaxın bir zolağı tutmalıyıq. Bir balaca təkan ver, artır sürəti. Kimsə yoxdur ki, fürsətdən istifadə elə qızım. Əhsən, yaxınlaşdıq dairə, düzdür? İndi üstünlük səndədir. Nə qədər istəyirsən, burada dövrə var. Sürəti sayda. Sürəti stabil saxla, sürət aşırı artmasın və çox da azalmasın. İndi bax, dairəyə yaxın olan bir zolağı tutmalıyıq dedik, düzdür? Dairədə çox qaldığımız üçün. Bəs nə qədər dairəyə yaxın olaq ki, biz dairənin kənarında olan o bardura toxunmayaq və çox aralaşmayaq. Sol güzgümüz meyar verirəm sənin üçün. Artıq bir qədər sürəti. Sol güzgümüzün kənarı var, qurtaracaq. Səndən uzaq olan hissəsi. Bax, o dairənin kənarındakı hüdud xətti ki var, görürsün. O xəttin üzərindən geçsin. Simmetriyanı bu şəkildə qoyur. Bir qədər artır sürəti. Bax, diqqət elə ora. Çox yaxınlaşma. Çox da uzaqlaşma. Bunu anladın mı? Yalnız bir tək ora baxaraq hərəkət eləmək olmaz. Bunu hesablama aparmaq üçün, raşot götürmək üçün sənə verirəm artır sürəti. Ancaq demirəm, bir tək ora bax, qarşıda olan, sağda olan nəqliyyat vasitələrini önəmsəmə. Qarşıya bax, ara bir sola bax ki, harada olduğunu, dairədən nə qədər kənarlaşdığını və yaxud da yaxınlaşdığını hiss edə biləsən. Ayrıca olaraq, dairədə dövrə vurduğun bir ərəfədə üstünlüyün səndə olmasına baxmayaraq, kəsişmələrdə ehtiyat olun. Balaca qazdan ayağınızı götürün. Necə deyərlər, qanan qanmayana borcludur. Yəni, üstünlük səndə olmuş olsa belə, kimsə qaydanı bilmədən dairəyə daxil ola bilər və yaxud da sənin təcrübəsi sürücü olduğunu nəzərə almaz, cəhd eləyər, sürətlə dairəyə daxil olar. Sən də onu vurmamaq üçün ani tormozlanma eləyərsən, onda da arxanda olan nəqliyyat vasitəsi səni vura bilər. Yəni, yaxına baxma, dönəndən sonra başımıza nə gələcək, onu baxıb məqləşdir.